əlbəttə, amma bunu etmək lazımdır. Çünki bu gün tədqiqatlar göstərir ki, müəllim düzgün valideynlə ünsiyyət quranda, valideyn məktəbə cəlb olunanda uşağın akademik nəticələri yaxşılaşır. Daha yaxşı nəticə göstərilir. İndi gəlin diqqət eləyək. Deyir ki, valideynin cəlb olunması uşaqların nailiyyətlərində, bax fikir verin, bir də şəxsiyyət kimi formalaşmasında artıq qəbul olunub ki, mühüm təsir göstərən bir amil. Çünki sən bir məktəbdə tələb edirsən, bir də evdə valideyn edəndə əlbəttə qarşılıqlı təsir olur. Və deyir ki, əlbəttə bu valideynin hüquqlarından biri uşağın vəziyyəti haqqında, performansı haqqında, dərsə gəlir, gəlmir bu haqqda məlumat alsın. Bu günləri bir çox müşahidələr göstərir ki, valideynlər çox az məktəbə gəlməyə meyllidirlər. Bunun da bir çox səbəbi var. Əsasən konkret 3 səbəb var. Niyə valideyn məktəbdən qaçır? Konkret sualın cavabı 1. Ola bilər ki, çox vaxt valideyn iclasları keçirilir. Valideynlər çağırır müəllimlər iclasa. Orada valideyn iclasları ümumi keçirilir. Yəni konfidensiallıq gözlənilmir. Konfidensiallıq nədir? Gizlilik. Çağırır bir uşağı danlayır. Onu danlayanda valideyn də danlanır. Çünki istər-istəməz övladı nəsə deyəndə valideyn övladın valideynidir. Ona da təsir göstərir. Ona görə çox ata deyir, sən get anaya, ana deyir ata getmir, xala gedir, bibi gedir, əmi gedir. Ona görə də vaxtda nənələr gedir. Bu artıq onu göstərir ki, gizlilik qorunmur. Danlanmağa görə gəlmirlər. İkinci ola bilər ki, bu bir obyektiv səbəbdir. İş saatı çoxdur. Bu gün Azərbaycanda iş saatlarının 8-dən 6 olduğunu nəzərə alsaq, müəllimin valideynlə, onun övladı ilə bağlı münasibəti qurulmasında laqeyd olması. Yəni çox vaxt çox təəssüf ki, müəllimlərimiz də bu və ya digər səbəbdən istəmirlər ünsiyyət qurmaq. Amma bax bu 3 səbəb. Salamlar hər kəsə. Bu videoda biz üzr istəyirəm. PowerPoint-də xüsusi sınaqların izahları digər müəllimimizin səsi düşdü. Davam eləyək. Deməli, effektiv müəllim-valideyn münasibətində 3 yayılma səbəbini dedik. Bəs yaxşı. Necə edək ki, həmin o valideynlər məktəbə gəlsinlər? Bunun üçün əlbəttə bəzi strategiyalarımız var. Gəlin baxaq. Birinci, ilin əvvəlindən salamlama məktubu göndərirsiniz. Yəni mən siz filan kəs və filan kəs və ya filan kəs və filan kəs sizin filan məktəbin müəllimiyəm, filan sinifdə dərs keçəcəm, sizin övladınız mənim şagirdimdir. Mən bu il onlarla çox uğurlu təlim qurmağı planlaşdırıram. Yəni bu tipli bir xoş məzmunlu bir salamlama məktubu. İkinci yol valideynlərlə ilk ünsiyyət quran zaman çalışın pozitiv yaradın. Çünki doğrudan da bu belədir. Psixikada da bu var, psixologiyada da bu var ki, insan ilk dəfə tanış olduğu insanda necə təəssürat yaradırsa, axıra qədər də o təəssüratla gedir. Pozitiv valideyn iclası keçirdin. Yəni valideyn iclası əlbəttə konfidensiallıq qorunmalıdır, amma ümumi də çağırıla bilər. Ümumi nə məqsədlə? Bizim hər hansı bir iş görməyimiz məqsədi ilə çağırıla bilər. Davam edək. Gəldik pozitiv məzmunu zəng, e-mail və yaxud da mesaj göndərmək. Bu da bir digər yoldur. Sonra valideyni sinif fəaliyyətinə cəlb etmək. Müxtəlif tədbirlər təşkil edə bilərsiniz. Bununla da valideyni cəlb etmək mümkündür. Formativ qeyd dəftəri uşaq haqqında mütəmadi olaraq yazılı qeydlər edərək bunu valideynə bildirə bilərsiniz. İndi bir ay deyirəm, salamlama məktubu, pozitiv valideyn iclası, ilk görüşün xoş təəssüratlı olması, pozitiv məzmunlu zəng, e-mail, valideyn sinif fəaliyyətinə qatılması və formativ dəftər qeydləri, bunu ən az ikisi üçün yadda saxlayırıq. Gəldik, indi bəzi informasiyalar deyəcəm, bunu siz mənə deyəcəksiniz. Sizcə kim təşəbbüsəli olmalıdır? Valideyn münasibəti, əlbəttə müəllim. Kim təkidli olmalıdır? Əlbəttə müəllim. Ailə ilə empatiya kim qurmalıdır? Əlbəttə müəllim. Məxfiliyi kim qorumalıdır? Yenə müəllim. Valideyni anladığını kim göstərməlidir? Əlbəttə ki, müəllim. Unutmayın ki, sizin özünüz də valideyniniz sizin üçün nə zamansa məktəbə gedib və valideyn iclasında da iştirak edib, deyilmi? Ona görə də biz empatik olmalıyıq. İndi keçdik bullyingə. Gəlin bullying haqqında danışaq. Hörmətli tələbələrim, bullying deyəndə bullying əslində qıslama deməkdir. Bu gün bullyinglə bağlı konkret tərif yoxdur. Ən çox qəbul olunan tərif isə gücdən geniş sui-istifadədir. Əslində bullying edən şəxs belə deyək, bullyingi özünü müdafiə edə bilməyən şəxsə qarşı davamlı olaraq aqressiv davranış kimi nəzərdən keçirirdilər. Ən çox dəqiqləşdirilən tərif budur. Bullying güclü şəxsin zəif şəxsə təkrarlanan psixoloji və yaxud da fiziki əzab verməsidir. Yəni kimisə vurmaq, döymək yox, həm də psixi də, psixoloji də bullying var. Yəni bunlar hər ikisi də eyni zamanda biri o birindən az və ya çox təsir etmədən çox ciddi şəkildə problem yarada biləcək bir ünsürlərdir. Bir də mobbing var. Mobbing ilə bullyingin fərqi odur ki, mobbing kütlənin, qrupun, belə deyək ki, təzyiqidir. Amma bullying daha çox bir və ya bir neçə nəfərin təsiridir. Bir də məsələn biz hər şeyə bullying deməməliyik. Məsələn bir dəfə uşaqlar dalaşıbsa bu bullying deyil. Mütəmadi olan bir söz deyilibsə o bullying deyil. Mütəmadiən bu edilirsə bu artıq bullyingdir. Və bullying hər yerdə ola bilər. İstənilən yaş dövründə insana güclü təsir göstərə biləcək fiziki və
fiziki travma verə biləcək bir hadisədir. Və ən dəhşətlisi budur ki, böyük yaşlı insanlar, yetkin insanlarda emosional intellekt biz sizdən qolundan keçmişik. Artıq formalaşdığına görə onlara çox təsir etmir. Amma az yaşlı uşaq, məktəb yaşlı uşaqlar üçün çox ciddi bir təsir göstərir. Çünki hisslərini idarə edə bilmirlər. Daha çox məsələn eşitmiş ola bilərsiniz. Universitetə hazırlaşan bir tələbə gedib özünü intihar edir, imtahan verir ərəfədə, az bal toplayır və s. Valideyn nə deyir? Valideyn deyir, get qəbul olmasan gəlmə. Bu nə deməkdir? Yəni bu uşaq buna necə bir reaksiya verməlidir? Bu doğru bir şey deyil. Və bu baxımdan bullyingi bilmədən də valideynlər və başqaları da edə bilər. İndi bullyingin müxtəlif səbəbləri ola bilər. Etnik zəmində, milli mənsubiyyət, cinsi, dini müxtəliflik, öyrənmə çətinlikləri, ailə vəziyyəti, yaş faktoru, şəxs introvert, özünə qapanıq şəxsiyyət ola bilər. Və bütün bunlar, əzbərləyirsiniz bunları, bullyingin baş verməsinə səbəb ola bilər. Və bullyingin aşağıdakı 4 əsas təsnifatı var. Gəlin görək hansıdır. Bax, kiberbullying deyilən bullying xüsusi bullyingin içindədir. 4-cü təsnifatdan başlayım, asan budur. Deməli, xüsusi bullying deyilən bir növ var. Bullying edən şəxsdir. Məqsədinə görə bullyingin növləri var. Bullinin göstərdiyi davranışa görə növləri var və bullinin birbaşa yoxsa dolayı yolla etdiyi təsirə görə bullingin növləri var. Bullinin məqsədə görə növləri məqsədli və məqsədsizdir. Məsələn, məqsədli və məqsədsiz bunların içərisində də bax fikir verin. Məqsədə görə məqsədli və məqsədsiz adı üstündədir. Məqsədsizin özü də 2 yerə bölünür. Düşünülməmiş və tədris bullyingi. Bullinin göstərdiyi davranış ya fizikidir, ya da qeyri-fizikidir. Fiziki yəni vurur, döyür və s. Qeyri-fizikidə nə ola bilər? Bunun da içərisində komponentlər var. Verbal, qeyri-verbal, sosial. Şəkil göstərir, deyir ki, sən buna oxşursan. Yəni, ta ki, bir meymun şəkli göstərir, deyir, sən buna mütəmadiyən. Bu artıq qeyri-verbal bullyingdir. Verbal sözlüdür. Sözlü də istər şifahi olar, istər yazılı şəkildə bunu deyər. Sosial bullying isə, məsələn, çox vaxt məktəbdə görə bilərsiniz. Bir qrup uşaq bir uşağı öz aralarına almır. Onu gözüm çıxıya sallar da, lor dillə desək, təcrid edirlərsə, bu əlbəttə ki, sosial bullyingdir. İndi fikir verirsiniz, gəldik bullinin birbaşa yoxsa dolayı yolla. Birbaşa özü edirsə vasitəsizdir, yəni öz adam edir. Vasitəli isə üçüncü şəxsin əlini edir. Məsələn, yoldaşına deyir ki, ged ona falan sözü denən. Bax, budur. Kiberbullying isə bu internetdə çox geniş yayılıb. Yəni, görürsünüz ki, insanlara qarşı təzyiq. Və aşağı düşürsünüz. Burada bullyingin növlərinə bağlı daha ətraflı da məlumat qeyd olunubdur. Məsələn, məqsədli bullying adından göründüyü kimi qəsdən əzab vermə məqsədi daşıyır. Məqsədsiz bullying isə bullyingin hər zaman məqsəd yönlü olması demək deyil. Bəzən müəllimlər, valideynlər belə bilmədən bunu edə bilərlər. Məsələn, düşünülməmiş bullying valideyn və müəllimə aiddir. Məsələn, valideyn bilmədən bəzən övladını bullyingə məruz qoya bilər. Məsələn, hətta övladın şəklini paylaşır, uşağın istəmədiyi şəkildir. Dəfələrlə bunu edir, amma sizə bilmədən edir. Bu düşünülməmişdir. Amma məsələn, tədris bullyingi dediyimiz şey, məsələn, müəllim dərsdə gün ərzində 10 dəfə bir nəfər uşağın adını çəkir. Bu özü bir bullyingdir. Bilmədən, özü də bilmədən. Sonra fiziki bullying fiziki xətər yetirmədir və qeyri-fizikidə isə verbal, qeyri-verbal, sosial var dediyimiz kimi. Fiziki kontakt olmadan 3 əsas növə ayrılır. Verbal sözlü və ya şifahi, təhqir və alçatmadır. Qeyri-verbal jest, mimika, hərəkət, şəkil, video və s. vasitəsiyləndir. Sosial bullying isə bir qrup şəxsin kimisə təcrid etməsi və uzaqlaşdırmasıdır. Bullyingin birbaşa yoxsa dolayı yolla təsirində bullinin vasitəsiz, vasitəli. Vasitəsiz özüdür, vasitəli üçüncü şəxsin əli ilə, yedirəm, üçüncü şəxsi unutmayın, bullingin həyata keçirilməsidir. Çox maraqlıdır kiberbullying. Bu kiberbullying sosial media üzərindən baş verir. Bax, bunun özündə də nələr var? Alt qruplar var. Verbal ola bilər, yəni yazılı da ola bilər, söz, səs atar, sözlü olar. Sonra qeyri-verbal olar, şəkil, sözsüz videolar, fiziki olar. Ondan sonra fiziki necə ola bilər? Hakerin elektron cihazı sıradan çıxartması və yaxud da bank hesabından ödəniş çıxarılması və s. Bunlar fiziki bullyingin içində. Bəzən uşaq deyir, müəllim, internet üzərində necə fiziki təsir etmə olar? Bax, bu hansısa bank kartının dağıdılması və s. və laxır. Bax, bunlardır. İndi məsələ nədir? Bunları testdə qarışıq formada verə bilər. Yəni, məqsədli olub fiziki ola bilər, məqsədsiz olub fiziki ola bilər. Yəni, orada artıq diqqət edəcəksiniz ki, nəyə görə verilibdir. Bəs bullyingi necə müəyyən etmək olar? Ümumiyyətlə çox çətindir. Bullyingi edən şəxsi üzə çıxartmaq və bullyingə məruz qalan çox vaxt utandığından çox üzə çıxmır. Belə olan təqdirdə imkan vermək lazımdır ki, məktəb mühiti sərbəst olsun. Hər kəs öz fikrini ifadə etməyə imkan yaradılsın. Müəllimlər, direktor, məktəbdə olan bütün heyət bir-birlə əməkdaşlıq etməlidir. Bullying elə bir hadisədir ki,
Ola bilməz ki, o gözdən qaçsın. Amma mütləq kimsə onu görür. Amma görən şəxs mütləq onun üzərində iş aparmalıdır. Bunun üçün uşağa portfel yaratmaq lazımdır. Portfeldə uşaq haqqında qeydlər getməlidir. Valideynlə əməkdaşlıq. Uşaqdır, valideynə yaxşı heç kəs tanımır. Valideynlə danışmaq. Esse yazdıra bilərsiniz. Esse vasitəsilə çox vaxt düzdür, bu il çox bilmiş olur. Essedə yazmaz heç vaxt mən bunu etmişəm. Amma bir mətn verib orada dolayı yolla öyrənmək olar ki, məsələn, hətta bəzən sinif yoldaşının adını verir. Bu belə də ola bilər. Aha, anonim sorğu ən məşhurudur. Anonim sorğu isə ad verilmədən bildirirsiniz ki, yəni başınıza gəlibsə və yaxud da görmüsünüzsə kimsə buna məruz qalıb deyin. Məsələn, xəttdən uşaq bilmirdi, adını soyadını yazmır, amma xəttə müəllim tanıyıcı bu kimdir? Bəs bullyingi bildik. Necə edək ki, bunu aradan qaldıraq? Bunun üçün birinci olaraq məktəbdə nə olmalıdır? Birinci olaraq mənəvi dəyər aşılamalısınız. Mənəvi dəyər. Yəni yadda saxlayın. Bir fiziki şiddət varsa, orada mənəviyyatda problem var. Yəni insan özü mənəvi cəhətdən düzgün hərəkət edə bilməyəndə fiziki şiddətə məruz qoyur qarşıdakını. Buzqıran strategiyaları uşaqlar bir-birini tanımayanda da bəzən bullyingə meyil olur. Tanıyanda çox vaxt çəkinirlər. Valideynlərlə əməkdaşlıq edib onları bu barədə məlumatlandırmaq, məktəb psixoloqlarına işləmək, uşaqların özünü bu barədə maarifləndirmək və müəllimin əlbəttə ki, rol model olması. Əlbəttə, müəllim yaxşı müəllim olduqda heç onun sinifində bullyingdən söhbət gedə bilməz. Və unutmaq lazım deyil ki, əslində bu günləri, baxın, bu söz çox gözəl sözdür. Müqəddəs olan müəllim yox, müəllimlik peşəsidir. Yəni, müəllim də doğru, düzgün müəllim olanda, düzgün fəaliyyəti hərəkət edəndə və düzgün fəaliyyət edəndə, əlbəttə, onun sinifində və yaxud da məktəbdə hər hansı bir bullyingdən söhbət gedə bilməz. Beləliklə, hörmətli tələbələrimiz,